Doktor, bir dənə də sualım var son olaraq sizə. Məsəl üçün tutaq ki, deyirəm, hansısa bir uşağın 2 yaşında olan peyvəndi gecikib müəyyən bir səbəblərdən və yaxud da valideyn vurdurmaq istəməyib. Bayaq qeyd elədiyiniz kimi var ki, belə valideynlərin sayı çoxdur. Açığı deyim, mən də o valideynlərdən biriyəm. Müəyyən adını çəkmək istəmədiyim peyvəndlər var ki, həmin o fərziyyələrdən, bayaq sadaladığımız fərziyyələrdən, qonşudan, qohumdan, yaxın çevrədən eşitdiyimdən, həmin o peyvəndi mən övladıma tətbiq eləməyə qorxdum. O peyvənd də təxminən 3-4 yaş arası məncə tətbiq olunmalıdır. Artıq mənim övladımın 9 yaşı var. Mən düşünürəm ki, belə valideynlərin sayı çoxdur və biz fikir ayrılığı arasında qalmışıq. 3 yaşında vurdurmalı olduğumuz peyvəndi biz həmin uşağa 9 və yaxud da 10 yaşında tətbiq eləyə bilərikmi? Gəlin biz daha çox geniş yayılmış konkret peyvəndlər haqqında danışaq. Bu qızılca məxmərək parazit peyvəndidir və valideynlər öz arasında AKDS dedikləri göz ürək, difteriya, tetanus əleyhinə olan peyvənddir. Ümumiyyətlə valideynlərimizin AKDS dedikləri, yəni bu rus dilində adıdır onun, göz ürək, tetanus, difteriya peyvəndi. Üçü birlikdədir. Üçü birlikdə. Əslində ora influenza da aiddir. HIV gedir onun poliklinikalarda adı. İnfluenza və hepatit B aiddir. Poliomiyelitçi ayrıca damcı şəklində tökülürdü. Müəyyən bir zamana qədər, indi mən onun açıqlamasını verəcəm. Və o peyvəndlər doğrudan da tam aşılanmamış peyvəndlər idi və əlavə allergik reaksiyalar verirdi uşaqlara. Amma yəni bu mövzuda həqiqətən dövlətimizə təşəkkür edirəm. Çünki vaxtilə yalnız özəl klinikalarda tapılan peyvəndlər, hansı ki adlarını çəkmək istəmədim, artıq bəlli bir ölkələrin istehsal elədiyi 6 komponentli peyvəndlərdir. Tam aşılanmış, tam təmizlənmiş peyvəndlərdir. Onun da içinə dediyimiz difteriya, göz ürək, tetanus aiddir, hemofilus influenza aiddir, hepatit B aiddir və eyni zamanda ağıza damızdırılan, hansı ki mən onun əleyhinə olmuşam həmişə canlı vaksində, çünki onun bilirik ki, poliomiyelit iflic xəstəliyi törətmə ehtimalı çoxdur, çünki o canlı vaksindir. Onu da artıq o iynənin tərkibində buraxılış edirlər və 6 peyvənd bir yerdə uşağa vurulur. Və artıq dövlətimiz də bütün poliklinikaları onunla təmin edib və bu çox sevindirici bir haldır həqiqətən. Çünki valideynlərimiz digər özəl klinikalarda da fərqi yoxdur. Başqa özəl klinikalarda, xarici ölkələrdə yəni onu necə deyim, maliyyə şəklində əldə edə bilirdisə, maliyyə ilə əldə edirdisə, artıq dövlətimiz bunu tam maliyyəsiz bütün dövlət poliklinikalara paylayıb. Məsələ burasındadır ki, 1 yaşına qədər olan dönəmdə olan uşaqlar üçün, daha çox da biraz da irəli gəlsəm, 6 ayına qədər olan uşaqlar üçün göğüs ürək, difteriya, tetanus, sırf göğüs ürək komponentinə görə vurulması mütləqdir. Çünki o yaş qrupunda uşaq göğüs ürək yoluxarsa, bu həyata təhlükəli bir hal yaradır, hətta ölümlə belə nəticələnə bilər.